Herkese salam arkadaşlar. Dilerim ki tadı gözləyirsiniz. Düzəməlləşini çəkmirəm. İnşallah bundan sonra aktif olaram. Neyse saat 10'du. Oyandım. Bugün haftanın 3. günü, 3. günü. 2 tane çəkilişim var kızlar. O kadar şeyini dalacaq açıram ki öz dişim düzəlməlidir. Onu dalacaq gedirəm. Bir yandan çəkilişimə gedirəm. Bir yandan Hüseynin dişi çəkilir, müalicəyə başlayır. Bir xeylamda yəni get-gəlli olacaq. Neredeyse belki de bir ay get-gəlli olacaq. Düşünün ki, eyni qaydada həm çəkilişə gedirəm, həm ev işi görürəm və şeyini aparıram, gətirirəm. Dünən düşünün, 3 dənə çəkilişim var idi. 3 çəkiliş. Masaj hansından başlamışam? Sakura'da. Sakura'ya başlamışam. Yox, birinci dişimə getmişəm. Sonra Sakura'ya getmişəm. Gönlünə çatdırmağa baxın. Sakura'dan çıxandan sonra Nərmanovda çəkiliş var idi. Ona getmişəm. Nərmanovdan çıxandan sonra evə qayıtmışam. Hüseyni götürmüşəm. Təzədən Nərmanova diş həkiminə aparmışam. Ondan sonra təzədən qayıtmışam. Hüseyni evə qoymuşam. Masajlara çəkilişə getmişəm. Saat mən masajlara çıxanda 8-9 işləmişdi. 8-9 işləmişdi. Yəni ki 9-da mağaza bağlanır. Tez bazar çəkmişik. Oradan gəlmişəm evə. Evə gəldim. İnanın ki video çəkməyə qoyum kənara. Bir Allahın suyunu belə içməyə halım yox idi. O vəziyyət idi. Yatdım. Heç aranı yığışdırmadım. Qablar qalıb axşamdan. Qabları yumalıyam. 1 saat cəm vaxtım var. 1 saatdan düşüb. Yarım saat daha doğrusu. 11 tamama kimi buranı qurtarmalıyam ki, gedim tez uşağım hazırlaşım. 12 tamamında evdən çıxmalıyam. Saatlandır. 1 tamamında Əhməddə olmalıyam. Sonra Sakura'da olmalıyam. Sonra yenə Hüseynin dişini danışmalıyam. Haradasa ora aparmalıyam. İnansa çatdıramıyorum. Yəni mən neçə gündür günüm belə keçir. Yəni çatdırıb heç nə çəkə bilmirəm. 50 dənə yerə gedirəm, amma heç nə çəkə bilmirəm. Çox yorğun düşürəm. Görüm nə edirəm, necə edirəm. Uşaqların yeməyi yoxdur. Onun üçün bilmirəm, başlayaq. Deməli, bu xanadan da axşam yorğun oldum. Halım olmadı durub eləməyə. Toyuq çıxartmışam. Həyət toyuğu mənimdən gəlib. Yəqin ki siz də belə edirsiniz. Mən təzə olan toyuqları eləmirəm də, qaynatmıram. Soğanla qovururam. Eləcə. Çünki o qoca toyuq falan olanda, köhnə olanda qaynadılır. Soğanla qəşəng qovururam. Az suda da pişirirəm. Yiyeyim birinci. Uşaqlar yatıb. Hüseynin dünəndən dişini çəkdirdi. Yaz uşaq çox əziyyət çəkdi. Bildiyiniz çox əziyyət çəkdi də yəni. Şimdi bu gündən hələ biri çəkilməlidir. Ondan sonra siz başlayacaq müalicəyə. Kadar. Altını yandırdı. Yaxanı. Geçen sefer hansı orada özləyici yazmışdı ki, qoyun xaladınca qoymuşam, indi də donub. İndi də donub ay qızlar. Mən yazıq bunu nətər götürüm. Atar eləyim bunu. Onu qoyduq qorulmağa. Duzda töküm, sonra pomidorla biber doğrayım. Siz necə eləyirsiniz? Saat neçə durursunuz, pişirirsiniz? Evdar xanımlara hava xoşdur. Amma dindir onların da işi bitmir. Vallahi hansı evdar xanımı dindirirsən? Bir iş qurtarır ki, iş bitir ki. Mən mənim yerimdə olum. Həm ev işi, həm çöl işi, həm uşaq işi. Bilməyin. Hər şey. Sizin də işiniz bitməsin, mənim də. Atar olur bu. Deməli, bibarı doğrayaq. Pomidoru, bibarı mən çox sevirəm. Hər yeməkdə istifadə edirəm. Demək olar ki, hədsiz dərəcə çox sevirəm. Əlacım üçün belə uşaqlar da sevir. Soğanla pomidor, xiyar, nədir? Soğan, bibar, pomidor qovurursunuz. Uşaqlar elə sevir onu yeməyi.
Ən hissəsiz şeydir. Bir dənə deyəcəm, qızlar, qəşəng arıqlamışam bu arada. Mən arıqlamam şirniyyatdan asılıdır da, yəni şirniyyatı dayandırmışam, yemirəm. Şirinlik xəstəm var axı. Xəstəliyim var axı. Belə bir damcı dadına baxaram falan. Yeməkdə də bilmirəm, yəni isti iləndir, nə iləndirsə, demək olar iştahım bağlanıb. Düşünün ki, çəkilişdən yorğun gəlirim, yəni baxıram ki, mən tezdən heç nə yeməmişəm. Heç nə yeməmişəm. Qatıq düzəltdim, xiyar, keşniş, qatıq, bəlkə belə yeyə. Onu belə yeyə bilmədim, yəni o dərəcədə. Sonra badımcan qovurmasını mən sevirəm də, onu göbələk kimi pişirirəm, çox ləzzətli pişirirəm. Onu pişirdim, onu yeyəmədim. Demək olar, mən neçə gündür heç nə yemirəm. Neysə, dişi arıqlamışam. Xoşuma da gəlir, paltarlar full qalır. İstəmirəm, kökələm. Böyle. Təmizlik süpürgəmizdə qoşmuşuq, sağ olsun, o da evi təmizləyir. Səsi biraz gəlir, uşaqlar yatıb, amma neyniyək? Arada nazlanırım, beyni error verir. Belə. Bugün çəkəcəm. O gün Sakura da qızlar deyir ki, sən necə vlog çəkirsən? Bugünlərimi çəkəcəm. Siz nədə də əsəb keçirdirəm. 17-nin yaddaşı dolub. Məndə də YouTube 17-dədir. Digər 16-da hər şey eynidir. O WhatsApp bunda da var, o Instagram, TikTok bunda da var. Bir dənə YouTube bunda var, onda yox. Onu da necə eləyim bilmirəm. Ondan buna köçürdənən kimi çox vaxt 17 ilə çəkirəm, bunun yaddaşı olduğu üçün. Ondan, misal üçün, 16-da düzəldirəm videonu, quraşdırıram, sonra onu Eldropla keçirdirəm 16-ya. O gün axırıncı maşın videosunu mən bir sutqaya keçirmişəm, ondan buna keçirmişəm, sonra da YouTube'a yüklənməyən elə bir problem var idi onda. Nə ondan ona keçmirdi. Təsəvvürə görə bir gün mən videom hazır idi, mən gecikdim, onu eləyə bilmədim. Nə qədər vuruşdum, baseynə getdi bu qız, onu da deyəcəm. Kilsimi qırdı. Getdim baseynə gidən də iki telefonu özümdən apardım. Nə qədər elədim, ondan buna keçmədi. Köçmədi, bir sutka vaxtım elə getdi, gəldi, axşam köçdü. Axşam köçəndən sonra da YouTube'a dedim, cəhənnəm, yükləyəcəm, saat neçə olur olsun. Yüklədim, inanırsınız ki, yüklənmədi. YouTube'a axşamdan fırlandı, bir də sabahlarım tezdən 11-də köçdü. Bu belə, elə şeylər dəsəf verirdi ya, bu qədər işin içində, tez bazar olsa yenə O günlərim həftənin neçənci gün idi, bazar günü idi. Hocam mən bilirsinizsə, haçan həftə sonu şey olur, külək olur, gedə bilmirəm. Dedim, Allah nə olur olsun, gedəcəm, sadəcə buradayam. Qəşəng getdi bu qız baseynə, zaqar aldı, küləklə aldı. Küləklə zaqar aldı, görmə qəşəng tonlaşma olub. Oradan çıxdım, getdim Salariya dalayacaq. Qızlar, sizə də məsləhət görürəm, həmişə sezon başlayanda əvvəlinə Salariya gedin ki, dərbiz yanmasın. Heç bir qabıq vermə, heç bir yanma olmur da. Bir də ki, əgər şokolad olmaq istəyirsinizsə, Salariyadan çıxandan, Zaqardan çıxandan sonra da gedin. Getdim Zaqarı alandan sonra da oradan da çıxdım, qəşəngcənə. Getdim şeyə, Salariya. Girdim, oldum şokoladka. Harada qalmışdım, getdim qəşəng Salariya. Onu da dedim də, yox demədim. Oldum qapqara. İşte axşam istilikdən yüzü yanırdım. Təsəvvürü bizə gətirin ki, yanına şeyin istiliyi, nədir onun, günəşdən aldığım istilik, yanına da Salariyadan, amma səhərsi günü gördüm. Çox qəşəng tonlaşma olub. Xoşuma gəldi. Belə. Bu qabları yuyub qutarsam mənə halaldır. Hazırlaşmalıyım hər şeyi. Çatdırmalıyım olsun. Hansı qapı örtüldü? Görüm, hansı qapı örtülü? Onların qapılarını açmışam ki, təmizləsin, külək birini örtdü. Acım, tərif qızaydı. Çünki mutisindən qalıb. Quru olandan köçürdüm. Çıqqan qalıb desin. Allahlar olmadan mən qab yuya bilmirəm. Allah haqqı. Acın əvəzinə bir bundan istifadə edirəm. Bu ağ çaşqalar məni bezdirir. Bir dənə çay içən kimi sırası qalır ləkəs.
Ne yapayım ben? Bugün biri yorumda yazıyor ki temiz iş görmüşsün. Bir de yazıyor ki sen öğretti. Ay videonu dayandıra nasıl kısa bir şey çekeceksin. Sen ondan ne bilebilirsin ki ben temiz eləyirəm yoxsa yox. Hamısı yəni videonun ibarət deyil ki. Temiz iş görmüşsünüz. Nasıl evin gidip açsaz var. Üstüve gələr bəlkə də. Mən tək dana hələ bu qədər şey qoçallıq eləyirəm yaxşıdır. Gidip evin açsam üstüve gələr. Sussundan da yanıram. Ben kimi işe giriştim ki çatdıra bilim. Aslında yeməli bir işim qalmayıb ama bir dənə kartuşkasını soyacağım, atacağım. Bir dənə bu qablardır. Sonra özümə vaxt ayırmalıyam, hazırlaşmalıyam. Saçımı da mən biraz duş aldım, yatırmışam əslində. Burası şimdi yemək pişirəndə baxmayın da soğan yıxılam. Ona görə saçımı da axşam kurutulmuşam, yenə eləyəcəm. İşim asanlaşar. Baxın qızlar, göstərim. Belə soğanla qovruldu. İndiki kartuşkasını əlavə edəcəm. Sonra da biraz da üzərinə su. Все. Vanpotta qoyacağım pişsin. Bu kadar. Aslında bizdə kartuşkanı öyle çox yemirlər amma yine əlavə eləmişəm həmişə kimi. 2 dənəsini eləmişəm, bizi böyüdü deyə. Üstüne su da əlavə edəcəm. Qapağını qoyacağım, vanpotta pişəcək. Və bu da sonuç qablarda yudım. Yemək üstündə pişir. Hiçbir iş qalmadı. Bir stəkan çay için gedirəm makyaj, duş, sonra makyaj. Saçımı fenlədim. Dedim, bir dənə burun burunda şey yaraşır və ətəklərim. İndi planım aynı həmişə dəyişir. Hüseyin aparım birinci dişinə. Hüseyin dişinə aparandan sonra ona bilsin yolda bəyənəni götürdüm. Həzir qız atanım məndən küsür, görüşə bilmirəm. Heç kimlə ümumiyyətlə görüşə bilmirəm. İşimlə, şəxsi həyatımdan dolayı vaxt olmuş. İndi bugün birazcık deyəsən vaxt eləyə bilirəm. İstəyirəm bəyənəni də götürəm, sonra gedəm çəkilişimə. Bəyəni biraz orada mən gözləsin, oradan çıxın, oturaq nəsə içə eləyək çay falan. İstəmərəm sərin nəsə. Belə keçirdək. Araya salmasam, yoxsa olmur, qızlar küsür məndən. Bir ara hamıyla çox sıx görüşürdüm. Neyse, sonra belə elədim. İndi elə bilirlər ki, çox suyla küsən falan. Yox, ara sıra görüşdüklərindən küs deyiləm. Mən küs olduğum insandan ara sıra görüşmürəm. Konkret onu belə silirəm. Yox, yerinə qoyuram. Ətrafımdan yəni kimsə elə görmürsünüzsə, bilin ki, o yəni silinib, onun kitab bağlanıb mənim üçün. Belə bəyənənlə mən heç vaxt düşünürəm ki, küslü olmaram, inşallah ki. Çünki biz bir-birimizi gec tanısaq da, ola bilər ondan qabaq kimlərsə tanımışam, kimlərsə dostluğum olan cındırlığına görmüşəm. Bəyənənin məni az müddətdə tanıdığı vaxta baxmayaraq mənə canı yanmalını görmüşəm əməliyyatım vaxtı. Belə deyim sizə qızlar. Onu həmişə hamının da yanında demişəm ki, itirə bilmərəm də və necə lazımdır qarşılığın əvəzini çıxmalıyım. Belə bəyənə ilə görməyən kimi deyirlər ki, bəyənə ilə danışmırsınız. Yox, sadəcə vaxt olmuş cidden. Bu kadar. Saç halkamın da eteğini yiyeyim. Bugün haftanın gündü. Nasıl senin dişine değine falan buna biri çekipler yazmışam. Bugün de biri çekilmeliydi. Gitmek istemişim. Arkadaşlar bakın saçımı da vurdum. Eteğler. Dünenlerim saçımı belirlemiştim. Çok hoşuma gelmişti. Çekilişlerde de lezzetlenmişti. İstiyorum yine elleriyem. Ben yayınladım. Buradan götürdüm. Böyle. Getirdim bunu. Saçımın altına. Bundan da vurdum. Bunu da attım üstüne. Bakın bu qaydada. Keçək səliqəli dayandı. Eynisini də buraya edirəm. Həm üzüm aydın görsəm də çəkilişlərdə nəsə çox xoşuma gəldi.
Hər evə gələndə çəkilişlərimə baxıram, paylaşdıqca səhifələr. Baxıram ki, çox nə yaraşdı. Bir də görsən özümü bəyənmirəm, deyirəm, ay Allah, mən deyəm. Bir də görsən özümə aşıq olur. Ümumiyyətlə, özümü sevən insanam. Bir də qız daşıya çıxmasın. Köyünə qeşək qız oldu bu qız. Baxın. Minnoş şirin. Bax, balacam. Aslında mən sizin çolkanı biraz da vura bilərəm. Da. Vurum mu? Biraz da təyin vuraram. Neyse, biçikka. Sonra gelim şeyin yaparım içine. Baxın qızlar. Yeni qeşək oldu. Öyle bir salondan çıxmış. Əslində öz üzərimdə çox işləmirəm. Çünki vaxt olmur. Öz üzərimdə işləsənlərə. Salonçular qələt edir yanımda. Əvvəl bu arada o işlə məşğul olmuşam. Niyə peşəkarlığım var. Makyaj tüpürüyə eləyəndən bəri bir dənə tem vururam, heç nə vurmuram. İşim yüngülləşib. Yayda belə makyaj yaxşıdır. Qışda təzdən laynerə filana bəlkə keçərk. Yəni mən vaxt ayırıb sıfırdan belə güclü makyaj eləsəm, salonçuların işini bəyənmirəm. Deyim. Yəni orasını belə elə, burasını belə elə. Həmişə mən makyajda beləntin olur. Bizim ondan qəşəng eləyirəm. Gəlin çayçını suyundan yanıram. Ben dışarı söndürək. İşi də mən gözləyir. Çay suyum için tez. Neyse kızlar. Maşınımın benzini de yok idi. Geldim Sapravka'ya. Bunu da doldurdum. Dişi de arkada. Gelirik dişine. Görün burada kim var? Bu karanlıkta gene tekerdim. Çıkardı ışıklığa. Allah'ım. Baba budur. Bu budur. Bunun sakit duran tarafı yoktu. Al sana ışık. Bu ne daha? Bu benim öz ışığım Ben onu bəsdir. diyecektim, sen dedin. Neyse. Biz görüşmürük diye deyirlər ki, küsü bilərik. Sən xəbərin var. Küsü böləməmiş. Niye küsü? Kimse kimseyle görüşməyəndə küsü. Biz danışırıq da telefonda. İşte de. Qeybətlər, adam qalmır. Maşına oturandan çənəmiz dayanmıyor. İnanırsınız 2 aya yaxındır belki görüşmürük də. 2 aya yaxındır görüşmürük. Ve bu 2 ayı biz bir 5 dəqiqə nətə sığdırdıqsa öz şəxsi həyatımızı Hələ şəxsidən danışmışıq. Hələ o bilərə keçməmişik. Ay Allah. Gedirik bir dənə mən çəkilişim var. Onu eləyəcək. Sonra bəyəndin gidirik. Qəşəng bir yerdə otururuq. Ən güzel çəkiriyə. Bir 7-6 paltar çəkəcəm. Onu çəkirəm tez. Gedirik otururuq qəşəng bir yerdə. Sənin bir şey içmək istəyirəm. Sənin şey içmişəm mən. Səhər-səhərdən içirdim. Bu gəzməyindən qalmır. Allah bunun başını bağlasın. Mənim başımı bağladığı kimi. Allah sənin də başını bağlasın. Sağ olun. Ya burası. Ya buraya. Bakın olsun deyəsən ki, sən çıxa bilmirəm. Yox, çıxa bilirəm. Mən onu deyirəm. Amin inşallah. İnşallah onu deyər. Yox, istəmirəm demədim. Qarğış eləyirəm. Övdün mü, sövdün mü biləmədim. Alqışdı aşkım, alqışdı. Ondan gizli hazır yoxdur. Niyeyse probkada apararam bunu. Aparır mənim. Oradan ağara çıxdı. Arada qiymətlərimizdən sarıq işlər. Yo, lazım deyil. Mənim ağzımın ayarı yoxdur. Açıqdır, at çəkirəm mən. At çəkirəm. At çəkirəm. Bu da biraz sallısın da gedib Türkar verin. Tın da, yəni eşidir, neyini, belə bejimə də deyil. Yol arsan əbəd. Bu yollarımı da sürüyərəm. Oh! Sonuna deyil. Vaxt ikən gələ bir nəfər yoluydu. Allah, yo ürəyim, sən onda sənin işin orada qutarmazdı. Bilirsən də harada qutarardı. Allah korumuş. Allah gözü, ağıllı adamsa ki mənə aparmamısan. Allah haqqı. İşin içində o adam başqa şeydir. Adamı tanımaq başqa şeydir. Tanımırsan. Bəli. Nəysə. Burada da əziyyətimi çəkir. Bax, oturub məni gözləyir ki, nə var gedib oturub istəyən çay çəkir. Adam yanlıq ağzımda çox qanım qaradı. Açdı. Mənim acılanlar mən boğa bürcəmi mən. Hə gidirsən. Acılananda bilsən niyə adamı parçalayıram. Sən bir kere patam ver, parçalanmış. Neyse onu da giyin. Sakura'da yok. Şimdi gedirik şəhərə. Beynə bacımdan gəlmişik. Beynə bacımdan. Demədim. Neyse, qəşəng bir dənə yer tapmışıq. Geçen yer oxşuyur. Qəşəng yer oxşuyur. Açıq Düzdür, havada. oturmamışıq. Konsenerdə yerdənsə belə yaxşıdır. Ha, hamısında oturmuşuq burada. Bir dənə bir yer oldu. Şu onda bir dənə daha. Düzdür, hamısında bir yer oturmuşuq. Əslində yaxşı şey daha. Hər yeri kəşf eləmək yaxşı. Hə, təsəvvürə girik bura. Sağ şəhərdə Yeməklərini bəyənmirik. O qədər olub, o qədər olub. Olub amma heyfslənməmişik ki, zaten yəni mən bu deyən buranın da bir dənə eks qoydum. O qədər dedi Amma pəhliz olan. pis olsa, Allah adını da deyəcəyik. Yağmur deyəcəyik. İş verən. Hə, hamısını deyəcəyik. Mesela belə Uşaq qaynar suyuydu, açdım. Buna bax, atma çayıydı. Axırda da göstərəcəm sizə ki, bu
atma çayın qaynarsan qiymətini yaxşı. Sizə bir yerə gətirmişəm. Labirint tapşırmışam. Allah, şov göstərir. Keçən köy bir şeyə getirib, bildiyiniz deyir, labirint oxşuyur. Kimdən qatıb gizlənir? Belə yəni şey oldu. Seçməkdə qəşəngdir sən. Döndürük bu tərəfə. Niyə belə qarışıqdır? Buraya girdisi arxa-arxaya çıxmalısan. İşte, burada skot deyək. Maraqlıdır, nəsə kəşf elədik. Keç. Arxa-arxaya. Bir nəfər idik, deyənizi arxa-arxaya çıxırsan. Keç. Neyse, belə bir yemək sifariş verdik. O deyil. Qaymaqlı, bəyənmədi. Bir o deyil. Mən çünki durmanı insana yeməklərin dadını çox pis gətirir. Makaronu çox sərtdir. Makaronun spagettisi. Mən də. Bu, Üstünün sosu qəşəngdir. bu sos, bu yumuşaq olmalı, ağzı əriməli sosla qarışmalı. Bu da olmadığı üçün çoxdur. Yəni bura gəlsə. Elə bir tez bazar eləyiblər. Fettuccinadır, balanesdir. Bunlar hamısı bunların heç birini sifariş eləmir, yəni o deyil. O deyil. Amma yeməliyi pul vermir. Azam yeyirəm mən. Kəşk ürəyinə çıxıb üstünə. Belə Bunu bəyənə seçib, bunu da mən seçmişəm. Mən görkəminə görə həmişə kimi. Deyir, içində nəsə var. heç nə yoxdur oğlum. Aldadıblar bizi yalanla. Bəs içində quru... Ay qardaşım. Bunun içində quru olan nə? Bu günlərə anda uşaqlar bura gəlməyinə, Allah'ın esirgesin. Əladır, Dedilər ki, göstədir. Dedi, bunu qızdırırıq. İçində nəsə var. İçində nəsə var. Heç nə də yoxdur. Boş-boş danışım. Əla. Dadını soruşma bilmək istəyənlər, onu mən seçmişdim. Çox dadlıdır, çox qəşəngdir. Elə bil ki, Nutella'da çörəyə çəkib yeyirsizdir yəni. Allah, bu da deyil, bir dənə və bu bağlanmasına görə bunu seçdim. Sən bunu nəyinə görə seçdin? Nutella'nın çörəyə sürtülmə yeməyi də çox xoş deyil, səhər yeməyi. Gördüm burada var, bunun da sürtülmə yerim. Hoş olsun. Əldəndik. Salə. Digər şişirməyən. Bunda salə seçmiş. Salə, ay Allah. Allah'ım bir görkəmi var. Dadı bilirəm ki o deyil. Kremli dadı. Allah, ay büsün. Vilka çıxmır, vilka qopmur. Bu adamın protezi sınacaq. Neyse başım bırak. Əsas Amma özgü Allah video çək. videoya görə Ronaldo üzründə heç də bölünmür. Baxın, bu qədər bölünmür bəsini deyək. Baxın, uşaqlar, dostlar. Bu görürsünüz bunun videonu. Zahirə görüşə aldanmayın. Həqiqətən mən görünüşünü anladım, bərbad. O deyil də. Amma bu çox dadlıdır. Bunun qiymətindən daha ucuzdur. Amma nə olsun, bu daha dadlıdır. Bu görkəminə görə. Yəni Allah haqqı malın canın məsələsi deyil. Malın bir malım zararlı, kanım zararlı. Bugün çox əziyyət çəkdiniz bəyənəxəm. Allah'ım. Buna mı? Malım deyib makaronum, spagettini bəlkə yediniz. Az yedim ben yiyeyim az yedim. İndi də sıra bunda. Ben gittim şu yolun çok pis yerinde sağlayayım. Allah haqqına bax. Yol açıb, yol çəkdirim mən üçün. Nəysə. Yollar da düzəlib, məhəlləmdə nə olsa gəl. Sağ Bay ol, bay, sağ ol. öpürəm. Günlük bəsdir. Sağ ol. Hər dəfə məni salıb bu yola. Nəsə bu yolda bir dənə yol düzəldirlər. Mənim başım belə pişirər ki, bəs yol düzəldirlər. Qızlar, mən buradan ətər qaydım. Dönməyə yol verməyəcəklər mənə. Allah haqqı verməyəcəklər. Hamısı düz maşından üz bir yana gəlir. Bu tərəfə yoxdur ki. Allahım, yoxdur da. Üz bir yana portu kimi gedir. Ətər edeyim mən, necə qalmışım. Bunlara gələndə mən belə əsir qalıram da. Bir dənə maşın üzü ayına girmir. Bura çıxdı. Hamısı üzü bura gəlir. Neyse qızlar, bir təhər çıxdım, bir təhər. Onların yol çox pis çətindir. Siz də düzdür bu saatda vəbşi. Bəyənən düşürtdüm. Gedirəm evə. Evdəyim. Ən zəhləm gedən yollardan biridir. Yəni yol çox darız qaldı. O tərəfdə gəlir, bu tərəfdə hamısı sürətli gəlir. Narsız Allah Allah deyib gedirəm buranı mən. Heç xoşum gəlmir bu yoldan. Yeni Yasamalın yoludur. Dedim qızlar, sizlə sağollaşım. Neyse yorulmuşam, dedim paltarımı dəyişim, yatım. Videonu düzəldə bilsəm düzəldim. Sonra yatım ki tezdən videonu paylaşım. Yorucu bir gün keçdi sabahlarım yeni. Həm çəkilişim var, həm Hüseynin dişini aparmalıyam, özüm dişimə getməliyəm. Hüseyin diş həkimi ayrıdır, mən diş həkimim ayrıdır. Çəkilişlərim çox yorucu bir gün olacaq yenə. Yorulmuşam zaten. Hələ deyirəm, gecəniz xeyrə.